As a personal gift, the original bell which hung on the conning tower of your valiant namesake. Cəsur adaşınızın göyərtəsində asılmış orijinal zəngi şəxsi hədiyyə kimi sizə təqdim etməkdən məmnunluq duyuram. Əgər nə vaxtsa bizimlə əlaqə saxlamaq istəsəz, sadəcə zəng çalın. And should you ever need to get hold of us, or just give us a ring. Kral 3. Charles iki ölkənin tarixi irsi və müttəfiqlik münasibətlərindəki qırılmaz bağı belə tərənnüm etdi. Donald Trumpa Böyük Britaniyanın HMS Trump sualtı qayığından götürülən gəmi zəngini hədiyyə etməklə hörmətini büruzə verdi. Daha sonra iki müttəfiq millətin keçmişi, bugünü və gələcəyi üçün bu sözləri dedi. To the United States and the United Kingdom, God bless both our countries. Thank you very much. Thanks. Bura qədər hər şey normal görünür. Sanki Britaniya kralı ənənəvi qaydada səfər etdiyi ölkəni tərifləyir və əlaqələri dərinləşdirmək üçün çalışır. Amma reallıq tamamilə fərqlidir. Vaşinqton səfərində monarxın zaman-zaman işlətdiyi kinayəli ifadələr xüsusilə diqqət çəkdi. Onun Trumpın 2-ci Dünya müharibəsini xatırladaraq Birləşmiş Ştatlar olmasaydı, Avropa ölkələrinin alman dilində danışacağına dair açıqlamasına cavabı isə Ağ Ev sahibinin də ovqatına təsir etdi. That if it were not for the United States, European countries would be speaking German. Dare I say that if it wasn't for us, you'd be speaking French. Mr. Speaker, Their Majesties King Charles III and Queen Camilla. Charles Birləşmiş Ştatların müstəqilliyini elan etməsindən təxminən 250 il sonra konqresdə çıxış edən ilk Britaniya kralı da oldu. Monarx konqresdə də elitanı yumor və gizli siyasi mesajlarla səfərbər etdi. Onun nitqi tarix, ədəbiyyat və siyasi mesajlarla zəngin olan yumşaq güc tamaşasına çevrildi. Amma gözlənildiyi kimi Charles'ın çıxışında İran, İsrail, miqrasiya və iqlim kimi həssas mövzulara birbaşa toxunulmadı. Əvəzində o, iki ölkəni birləşdirən ortaq tarixi vurğuladı. Alliance that our two nations have built over the centuries. Çıxışında o, zarafatla Amerikanın siyasi dilinə də söz atdı. Oscar Wilde'dan sitat gətirərək dedi ki, bizim bugün Amerika ilə demək olar ki, hər şeyimiz ortaqdır. Əlbəttə ki, dil istisna olmaqla. As Oscar Wilde said, we have really everything in common with America nowadays, except of course language. Bir qədər sonra o, Charles Dickens'a istinad edərək iki George'un nağlı ifadəsini işlətdi. George, as you know, never set foot in America. Bildiyiniz kimi, Kral George heç vaxt Amerikaya ayaq basmayıb. Xahiş edirəm, əmin olun. Xanımlar və cənablar, mən burada hansısa hiləgər arxa cəbhə əməliyyatının bir hissəsi kimi iştirak etmirəm. Bu da gülüşlə qarşılandı. Bundan belə nitqin alt qatında incə siyasi sancmalar da hiss olunurdu. Məsələn, Magna Cartanın hakimiyyətinin məhdudlaşdırılması prinsipinin vurğulanması və Konqresin bir nəfərin yox, çoxluğun iradəsi kimi təqdim edilməsi bəzi analitiklər tərəfindən Trump dövrünün güc mərkəzli siyasətinə dolayı işarə kimi oxundu. Charles hətta daxili işlərə də qarışdı. Trumpın Ağ Evdə inşa etdirmək istədiyi böyük bal zalı üçün şərq qanadını söktürməsinə toxunaraq yüngül istehzalı üslubdan istifadə etdi. Şərq qanadında edilən yenidən qurmaları görməmək mümkün deyil deyən Charles, ardınca Britaniyalıların 1814-cü ildə Ağ Evi yandırmasını xatırladaraq zarafat etdi. Kral Birləşmiş Ştatlar müstəqillik tarixinin simvol hadisələrindən biri olan Boston çay qonaqlığına da toxundu. Dövlət ziyafətini nəzərdə tutaraq dedi ki, bunun Bostondakı qonaqlıqla müqayisədə olduqca mühüm inkişaf olduğunu söyləyə bilərəm. Bu ifadə keçmiş Britaniya Birləşmiş Ştatlar gərginliyinə yumoristik istinad kimi qiymətləndirildi.
Kralın çıxışı zalda həm respublikaçıların, həm də demokratların eyni anda ayağa qalxıb alqışlaması ilə qarşılandı və bu görüntü Birləşmiş Ştatlar daxilindəki dərin siyasi bölünmələrin belə müəyyən anlarda arxa plana keçə biləcəyini göstərdi. Bu, monarxiyanın yaratdığı xüsusi simvolik cazibə effekti də hesab oluna bilər. Bu məqam Donald Trumpın da gözündən qaçmadı. Ağ Ev rəhbəri Charles'ı möhtəşəm çıxışı üçün təbrik etdi. Dedi ki, o demokratları ayağa qaldırmağı bacardı. Mənsə bunu heç vaxt bacarmamışam. Özü də Trump bunu 2 dəfə təkrarladı. God save the king! 47-ci prezidentin çıxışının ən maraqlı hissəsi isə anasının 3-cü Charles'a aşiq olduğunu etiraf etməsi oldu. My mother Anam Charles'a aşiq idi. Buna inana bilirsinizmi? Görəsən indi nə düşünür? Gecənin digər diqqət çəkən məqamları çəhrayı geyimlər və milyarderlər idi. Ağ Evdəki dövlət ziyafəti zamanı zal çəhrayı tonlar və albalı çiçəkləri ilə bəzədilmişdi. Dekorasiyanı isə 1-ci xanım Melania Trump'ın hazırladığı düşünülür. Yeməklər əsasən fransız və Amerika mətbəxindən idi. Dəvətlilər siyahısında dövlət rəsmiləri ilə yanaşı milyarderlər Jeff Bezos, Tim Cook və moda dizayneri Ralph Lauren kimi məşhur adlar da yer almışdı. Charles'ın səfəri ilə bağlı ən diqqət çəkən məqamlardan biri Oval Ofisdə keçirilən qapalı görüş oldu. Bu hissənin kameralar olmadan baş tutması əvvəlki diplomatik gərginliklərin təkrarlanmaması üçün düşünülmüş addım kimi qiymətləndirildi və tərəflərin daha ehtiyatlı kommunikasiya xətti seçdiyini göstərdi. Bundan belə New York Times iddia edir ki, Trump Kral 3-cü Charles'a Putinin müharibə istədiyini və bütün əhalini məhv edə biləcəyini deyib. Kral isə 3 dəfə mövzunu dəyişməyə çalışıb. Görüşün ən diqqət çəkən məqamlarından biri də sosial mediada paylaşılan 2 kral ifadəsi oldu. Bu ifadə bir tərəfdən siyasi şou elementini gücləndirsə də, digər tərəfdən Birləşmiş Ştatlar siyasi diskursunda monarxik simvolizmin nə qədər həssas qarşılandığını da üzə çıxardı. Britaniya kralının Vaşinqtona səfəri protokol qaydalarının pozulması ilə də yadda qaldı.